Esselamu Aleyküm ve Rahmetullah. Əziz qardaşlarım, qarşıdan Ramazan ayı gəlir. Ramazan ayında Qurani-Kərimi çoxlu xətm eləyək, yoxsa tədəbbürlə, təfəkkürlə az oxuyaq. Allah Əzzə və Cəl Qurani-Kərimdə Sad surəsinin ayəsində buyurur ki, Kitabun ənzəlnəhu ileykə mübərəkun liyəddəbbəru əyətihi və litəzəkkər ulul əlbəb. Bu Quran-Kərimi deyir və bu Quran-Kərimin ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər ki, nazil etdiyimiz mübarək bir kitabdır ki. Və Məhəmməd surəsində isə Allah Azze və Celle buyurur ki, Əfələ tədəbbərunəl Qur'an. Məgərdir onlar Quranı düşünmürlərmi? Yəni bu ayələr açıq aydın göstərir ki, Quranın əsas məqsədi oxumaq deyil, düşünmək və əməl etmək. Sahabələrin yolu bu olmuşdur. Abdullah bin Məsud radiyallahu anhu deyir ki, biz Qurandan 10 ayəni öyrənərdik. Onların elm və əməlini öyrənmədən növbəti ayələri keçməzdik. Ənəs bin Malik radiyallahu anhu isə deyir ki, bir insan Bəqara və Əl-İmranı öyrənsəydi, bizim gözümüzdə çox böyük saylardı. Yəni bu onu göstərir ki, sahabelər üçün say yox, keyfiyyət, əməl və tədəbbür əsas idi. Və çox xətm etmək bidətdirmi? Bəziləri bidətdir deyir. Xeyr qardaşlar, bu bidət deyil, amma mütləq üstünlük də deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanda Cəbrail aleyhissalam ilə Quranı qarşılıqlı oxuyardı və axırıncı Ramazanda isə 2 dəfə oxudu. Bu da göstərir ki, Quran-Kərim çox oxumaq nədir? İcazəlidir. Amma bu tələskənlik və mənə pozulması bahasına olmamalıdır. Çünki təcvidsiz oxumağın iki hökmü vardır. Alimlər yəni təcvidi 2 hissəyə bölürlər. Vacib olan təcvid, bir də nədir? Gözəlləşdirici təcvid. Lazım olan təcvid odur ki, vacib olan təcvid daha doğrusu, mənanı dəyişən xatalardan qorunmaq. Məsələn, ən'amtə sözünü ən'amtu kimi oxumaq. Bu cür xatalar nədir? Haramdır. Və insan da tez-tez oxuyarsa və təcvidsiz oxuyarsa, bu xatalar etməsi labüddür, qardaşlar. Bu üçün nədir? Bu cür xatalar haramdır. Və İmam İbn Cəzəri rəhməhullah deyir ki, Quranı təcvidlə oxumaq vacibdir. Təcvidsiz oxuyan günahkardır. Ən-Nəşr kitabında buyurur. Və məşhur beyti doğru ki, vəl-əxzu bit-təcvidi hətmun ləzimun mən ləm yücəvvidil Quran əsimun. Yəni təcvidi almaq qəti və vacibdir. Yəni təcvidi öyrənmək nədir? Qəti və vacibdir. Quranı təcvidsiz oxuyan günahkardır. Və ikincisi isə qardaşlarım dediyim kimi gözəlləşdirici təcviddir. Bu da nədir? Müstəhəbdir. Yəni mədlərin incəliklikləri, məsələn məddül ləzimi 2 rəkət oxumaq, 4 rəkət oxumaq, 5 oxumaq. Yəni bura günah qazanmaz insan. Məsələn səslərin bəzədilməsi. Yəni bunu bilməyən insan günahkar olmaz, amma öyrənməyə çalışmalıdır. Və İmam Şatibi və İmam Dəni və digər alimlər də deyir ki, Quran səs üçün yox, dəqiq qorunma üçün təcvidlə oxunmalıdır. Və İmam Dəni deyir ki, qiraətdə səhvlərdən qorunmaq fərzdir. Çünki Quran Allah Əzzə və Cəllənin kəlamıdır, təhrif edilə bilməz. Teysir kitabında buyurur. Və sual ortaya çıxır ki, bəs təcvidi bilməyən adam Ramazanda nə etməlidir? Yəni bu adam üçün ən doğru yol çox xətm etməsin, yavaş-yavaş oxusun, tərcümə və təfsir oxusun, qısa surələri düzgün oxumağa çalışsın, əzbərləri düzəldərək təkrar etsin və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Quran-Kərimi çətinliklə oxuyan 2 əcr alar. Buxari və Müslim hədisi rəvayət edir. Amma bu hədis, onu da deyim ki, qardaşlarım, tənbəlliyə icazə deyil və öyrənməyə çalışan insan üçündür. Və Ramazanda da ən üstün yol hansıdır, qardaşlarım? Alimlərin cəmlədiyi nəticə odur ki, tədəbbür və düzgün
oxumaq bu nədir? Əsasdır. Bir xətm anlayar oxumaq 10 xətmi səhvlə oxumaqdan üstündür. İmam Qəzzali rəhməhullah isə buyurur ki, dil Quran oxuyub, yəni dilimiz Quran oxuyub, qəlbimiz isə başqa yerdədirsə, bu oxuma deyil, sadəcə səsdir, deyir. Yəni, yekun nəticə belə gələ bilər ki, qardaşlarım, Ramazanda əsas olan Quranı Allahın kəlamı kimi oxumaq, tələsməmək, mənə dəyişən xatalardan çəkinmək və əsas işimiz olmalıdır ki, əmələ yönəlmək. Çox xətm məqsəd deyil, əsas nədir? Düzgün və düşündürücü oxumaqdır və Allah Azə və Cəlin kitabına düzgün yanaşmamızdır və Allah Azə və Cəl bizi Ramazanda Quran-ı Kərimi çoxlu oxuyub əməl edənlərdən. Esselamu aleykum və rəhmətullah.